Axşamınız xeyirli Axşamınız olsun, xeyirli dəyərli olsun, üzvlər. dəyərli Mən üzvlər. Elahi Mən Təhsil Elahi Mərkəzinin Təhsil rəhbəri Mərkəzinin İlham rəhbəri Əgilməmməd İlham ki, Əgilməmməd hər ki, birinizin hər növbəti birinizin təlimdə növbəti xoş təlimdə gördüm. xoş gördüm. Deməli, bir tərəfdən Deməli, bir yavaş-yavaş tərəfdən üzvləri yavaş-yavaş qəbul edirəm, üzvləri digər qəbul edirəm, tərəfdən digər artıq tərəfdən vaxtınızı artıq almadan vaxtınızı təlimə almadan başlamaq təlimə başlamaq istəyirəm. istəyirəm. Təlimçinizə sözü Təlimçinizə verim. sözü verim. Gülnarə müəllim, Gülnarə müəllim, bir dəqiqə bir baxım. dəqiqə baxın. Salam, hər birinizi tamamlayıram. İlham xanım, çox təşəkkür Tamam. edirəm sizə. Hər birinizi xoş gördük. İlham xanım təqdim etdi mən, təlimçi Gülnarə Əliyeva. Söz uzatmadan təlimə keçmək istəyirəm ki, vaxtınızı da çox almayın. Bildiyiniz kimi, bugünkü mövzumuz psixologiyanın təhsilə inteqrasiyasıdır. Həqiqətən çox maraqlı, çox lazımlı mövzudur, belə deyərdim. Müasir dövrdə təhsilin yaxşı inkişaf etməsi əsas olduğu qədər də eyni zamanda emosional cəhətdən sağlam, psixoloji adaptasiyası yaxşı olan şəxslərin formalaşdırılmasıdır əsas məqsəd təhsildə. Bu da psixologiyanın təhsilə düzgün inteqrasiyasını təşkil edərək əldə etmək olar. Psixologiyanın təhsilə sintezi sağlam psixoloji sinifin, pozitiv mühitin, şagirdin pozitiv daxili potensialını üzə çıxartmaqda əsas rol oynayır. Burada da təhsil mühitində psixologiyanın rolundan, əhəmiyyətindən danışsaq, müəllimlər və pedaqoqlar psixologiyanı dərindən bilərək, eyni zamanda sinifdə yaxşı bir şərait yarada bilər. Düzgün uşağın təlimə yönləndirməsi, cəlb olunmasında mühüm rol oynaya bilər. Burada müəyyən həlledici məqamlar vardır ki, bu da öyrənmə mexanizminin anlaşılması. Bu nə deməkdir? Şagird informasiyanı necə qəbul edir, necə yadda saxlayır, necə emal edir, bunu müəllim düzgün bilməlidir. Bunu düzgün bilərsə, eyni zamanda fərdi yanaşmanı təmin etməyi də bacarmalıdır. Fərdi yanaşmanı təmin etmək nədir? Fərdi yanaşma o demək deyil ki, sadəcə hər uşağa fərdi şəkildə yanaşıq. Bəzən müəllimlər deyir ki, bəs biz birik, şagirdlər 30, 20, çox sayda olur. Biz onların hər birinə fərdi şəkildə yanaşa bilməliyik. Fərdi şəkildə yanaşma bu, yəni psixologiyanın təhsilə inteqrasiyasında başqa bir mənada işlənilir. Yəni, hər bir şagirdin psixoloji cəhətdən tanınmasıdır. Müəllim sinifdə artıq müəyyən zaman ərzində işlədiyinə görə hər bir şagirdin psixoloji cəhətdən tanımalıdır. Onların qavramasını, az öncə dediyimiz kimi, dərsi necə ötürür, informasiyanı necə qəbul edir, necə emal edir, necə yadda saxlayır. Bunu bilərsə, fərdi şəkildə proqramı elə qurmalıdır ki, sadəcə yaxşı oxuyan şagirdlər deyil, eyni zamanda zəif oxuyan şagirdlər də dərsi yaxşı mənimsəsin. Bundan əlavə psixoemosional mühitin qurulması. Bu nədir? Sinifdə təhlükəsizlik, psixoloji cəhətdən sağlam mühit qurmalıdır müəllimə. Bu nə deməkdir? Biz bilirik ki, son dövrlərdə şagirdlər arasında zorakılıqlar artır. Yəni, müəyyən bir sinifdə şagird toplusu digər bir şagirdi psixoloji cəhətdən alçaldır, tənqid edir. Bu da şagirdin özünə qapanmasına, məktəbdən uzaqlaşmasına gətirib çıxardır. Hətta çox tez-tez rastlaşırıq ki, valideynlər deyir ki, övladım ağlayır, məktəbə getmək istəmir, məktəbdən uzaqlaşır. Əgər müəllim sinifdə psixoloji cəhətdən təhlükəsiz mühit yaradarsa, şagirdlər arasında düzgün ünsiyyəti formalaşdırmağı bacararsa, bu hallara da gəlib çıxmaz. Müəllim-şagird münasibətləri də mühüm rol oynayır. Bu nə deməkdir? Məsələn, sosial şəbəkələrdə bəzən görürük ki, müəllim şagirdlər əyləncəli videolar çəkir. Mən rəyləri oxuyuram, bəzən tənqidi fikirlər də olur ki, son dövrlərdə müəllimlər ancaq oynayır uşaqlarla. Bu elə deyil əlbəttə ki, bu oyun əsasında həm uşaq öyrənir, həm müəllimlə daha yaxşı, daha güclü bağ yaradır. Çünki bilirik ki, 80% uşaq dərsi sadəcə nəzəri baxımdan deyil, eyni zamanda oyunlarla, əyləncələrlə daha yaxşı mənimsəyir və daha çox diqqətini cəlb edir. Buna görə də müəllim-şagird münasibəti, güclü bağı, müəllim-şagird arasında bağ güclü olarsa, həmin şagird dərsə daha çox həvəs göstərər, dərsə daha yaxşı cəlb olunar. Şagirdin inkişafında psixoloji cəhətdən, psixologiyanın yəni təhsilə inteqrasiyası çərçivəsində şagirdin inkişafında 3 ana sütun var. Bunlar hansılardır? Birinci, kognitiv inkişaf. Kognitiv sözünü yəqin ki, eşitmiş olarsınız. Kognitiv inkişafa nələr daxildir? Diqqət, təfəkkür, yaddaş, məntiqi və tənqidi fikrin formalaşması, həll etmə bacarığı. Müəllim şagirdlərdə ən ilk olaraq buna üstünlük verməlidir. Yəni, şagirdlərin diqqəti necədir, dərs qavrama qabiliyyəti, yaddaşı hansı səviyyədədir.
Buna uyğun da dərsi düzgün şəkildə qurmalıdır. İkinci ana sütun emosional tənzimləmə. Bu nədir? Şagirdlər öz emosiyalarını tanımalıdırlar. Bəzən çox təəssüf ki, şagird həqiqətən öz emosiyasını ifadə edə bilmir. Yəni dilə gətirə bilmir. Soruşursan, bugünkü vəziyyətin necədir? Özünü necə hiss edirsən? Şagird öz fikrini düzgün şəkildə çatdıra bilmir. Həyəcanını idarə edə bilmir. Buna görə də gətirib nələrə çıxardır? Məsələn, eşidirik ki, imtahanda uşaq öz stresini, öz həyəcanını ələ ala bilmədiyinə görə, düzgün idarə edə bilmədiyinə görə bildiklərini də imtahanda yaza bilmədi. Məhz buna görə müəllimlər şagirdlərdə emosional cəhətdən düzgün mühiti yaratmağı bacarmalıdırlar. Təzyiq olunmamalıdır. Adətən şagirdlərə bu stresin, həyəcanın idarə olunmasında gəlib əsas təkan verən nədir? Valideynlərin və müəllimlərin təzyiqi. Şagird öz emosiyasını, öz stresini düzgün idarə etməyi bacararsa, bunlara da gətirib çıxartmaz. Sosial adaptasiya üçüncü sütundur. Bu nədir? Etibarlı ünsiyyət bacarığı, komanda işi, şagirdlərin arasında, bir-biri arasında müəllim düzgün qrup şəklində işləməyi öyrətməlidir. Bir-birlərinə düzgün adaptasiya olunmanı, komanda şəklində tez-tez oyunlar qurmalıdır ki, o sinifdə həm mehribançılıq yaranar, həm sinifdə pozitiv sosial mühit yaranar. Sonra psixoloji yanaşmalardan və modellərdən danışaq. Bildiyimiz kimi müəyyən modellər vardır ki, məsələn, bayaq dedik kognitiv inkişaf. Kognitiv psixologiya və işçi yaddaş əsas modellərdən biridir. Bu nədir? Kognitiv dərəcədə uşağın inkişafını düzgün biləriksə, məsələn, uşağın diqqəti nə dərəcədədir, yaddaşı, mənimsəməsi necədir? Bir sinifdə əlbəttə ki, 20 şagird varsa, onların hər birinin öyrənmə qabiliyyəti, mənimsəmə qabiliyyəti, həmin məlumatı hansı dərəcədə yaddaşında saxlama qabiliyyəti eyni deyil. Buna görə də bilgi yüklənməsinin qarşısını almaq üçün müəllim sinifdə işçi yaddaşına uyğun, yəni şagirdin ən çox sinifində, məsələn, 20 uşağın 15-i necədirsə, daha çox onlara yönəlməlidir və bilgi yüklənməsinin qarşısını almaq üçün də verilən tapşırığı qısa həzm oluna biləcək dərəcədə konspektlərlə çatdırmalıdır. Bəzən olur ki, müəllimələr proqramdan kənar yükləmələr edir. Məsələn, tutalım, proqramda verilib sifət və sifətin sualları. Müəllim götürür əlavə olaraq sifətin dərəcələrini və başqa sifət haqqında məlumatlar. Yəni, söhbət ancaq Azərbaycan dilinə getmir də, başqa bir fənlər də ola bilər. Misal üçün sifəti dedim. Şagird əgər onun kognitiv inkişafı zəifdirsə, müəllimənin artıq verdiyi bilgilər onda bilgi yüklənməsini gətirib çıxardır və hətta ona lazım olan o sifət və sifətin suallarını da artıq yaddaşında saxlaya bilmir. Buna görə də müəllim əgər bunları edirsə, əlavə yüklənmələr edirsə, nəzərə almalıdır ki, şagird onu öyrənməyə bilər. Hətta qarşılaşırıq bəzən ibtidai siniflərdə müəllimələr idman, texnologiya dərsi, həyat bilgisi və yaxud musiqi dərsi keçmirlər, ancaq ana dili, riyaziyyat dərslərinə daha çox üstünlük verirlər. Bu da şagirdlərin dərsdən soyulmasına, dərsdən uzaqlaşmasına gətirib çıxardır. Sonra keçək konstruktivizm modeli. Konstruktivizm modeli nədir? Adından görsəndiyi kimi, burada konstruktor adını götürsək, şagird burada pasiv şəkildə deyil, araşdırıcı şəkildə öyrənir də. Müəllim də burada öyrədici deyil, yönləndirici rolunu. Misal göstərək, konstruktor gətirək, şagirdlər 5-6 yaşlı uşaqlara verək. Və onlara deyək ki, uşaqlar, bu konstruktordan nə istəsəz düzəldə bilərsiniz. Biz yön veririk. Bu konstruktoru üst-üstə taxa bilərsiniz, nəsə düzəldə bilərsiniz. Şagirdlərin bir qismi ondan ev düzəldir, bir qismi maşın düzəldir, bir qismi qaraj, sinif otağı düzəldən şagirdlər də var. Biz neynədik? Biz sadəcə yön verdik, şagird özü araşdırdı, öyrəndi. Söhbət sadəcə konstruktordan getmir. Misal üçün, fizika fənnini götürək. Biz dərsi keçirik, izah edirik. Şagirdə pasiv, sadəcə nəzəri pasiv bilik vermirik. Konstruktivizm modelinə görə şagirdi yönləndiririk ki, gedib evdə filan əşyalardan istifadə edərək təcrübə apara bilərsən. O təcrübəni uşaq evdə həm həvəslənir aparmaq üçün, həm də o təcrübəni apardığı sahədə daha yaxşı mənimsəyir, daha yaxşı öyrənir. Bundan əlavə, konstruktivizm modelindən başqa
belə deyək, emosional intellekt və artım düşüncə. Emosional intellekt və artım düşüncədə empatiya, aktiv dinləmə. Bu nədir? Şagird emosional cəhətdən şagirdi dinləməyi bacarmalıdır. Onun vəziyyətini, emosional vəziyyətini, sinifdə bugün özünü necə hiss etdiyini, diqqətinin hansı dərəcədə olmasını bilməlidir. Müsbət möhkəmləndirmə üsulu var. Bu müsbət möhkəmləndirmə nədir? Cəzalandırmadan istifadə etmir müəllim. Əksinə, cəzalandırma əvəzinə həvəsləndirmədən istifadə edir. Yəni, şagirdə həvəsləndirərək daxili motivasiya edir. Səhvlər cəza üsulu, cəza səbəbi olmamalıdır. Şagird səhv edərkən ona cəza vermək yerinə şagirdə daha başqa bir üsulla həmin səhvini izah edib cavabını özü tapmasına təkan vermək lazımdır. Şagird həmin cavabı özü taparsa, özgüvəni də artar və bu şəkildə dərsə olan səhv etməkdən qorxmaz. Səhv etməkdən qorxmayan şagirdlər formalaşdırmaq lazımdır. Çünki bəzən qarşılaşırıq, şagirdlər deyir ki, əslində onun cavabını bilirdim, sadəcə qorxdum deyə cavab vermədim. Niyə? Çünki cəzalandırma üsullarından istifadə olunduğuna görə, şagird cəzalandığına görə, hətta bəzən tənqid olunduğuna görə artıq çəkinir. Düz bildiyini də demir ki, onsuz da birdən müəllimə mənə qışqırar, birdən uşaqlar gülər. Bu kimi halların qarşısını almaq üçün də mütləq şagirdlərdə həvəsləndirmə metodlarından istifadə etmək lazımdır. Hətta statistik göstəriciyə baxsaq, psixologiyanın təhsilə inteqrasiyası nəticəsində təhsilin keyfiyyəti 85% qədər artmışdır. Bu da nədən irəli gəlir? Sinifdə məsələn, əgər müəllim sinifin 20 dənə uşağının 5 nəfər şagird yaxşı oxuyursa və müəllim ancaq o 5 şagirdə yönəlirsə, keyfiyyət nə olacaq? O 5 şagird üzərində olacaq. Digər şagirdlər artıq nəzərdən kənarda qaldı. Onsuz da mənə baxmayacaq müəllim, onsuz da məndən dərs soruşmayacaq müəllimə deyərək artıq dərsə olan həvəsləri tamamilə itir. Ancaq müəllim psixoloji cəhətdən düzgün yanaşarsa, psixologiyanın təhsilə inteqrasiyasını düzgün bilərsə və şagirdlərin hər birinə fərdi şəkildə başda dediyimiz kimi, o demək deyil ki, tək şagirdlərlə məşğul olmaq, sadəcə fərdi olaraq psixologiyalarını bilərsə, təhsilin keyfiyyətinin yüksəltilməsinə də təkan verə bilər. Metodologiyalardan, praktik tədbirlərdən danışaq. Praktik texnikalardan biri də odur ki, sinifdə emosional yoxlama. O nədir? Dərsin ilk 3-5 dəqiqəsində şagirdlərlə sorğu aparmaq və ya vizual kartlarla onların bugünkü emosional vəziyyətlərini bilmək, bugün özlərini necə hiss edirlər, bugün dərsdə emosional vəziyyətləri, yaddaşları, diqqətləri necədir? Yəni, bu şəkildə bilərsə, müəllim bu şəkildə yanaşarsa daha yaxşı nəticə əldə etmək olur. Diqqət cəmləmə texnikası bu nədir? Dərs başlamazdan əvvəl, əgər müəllim içəri daxil olarkən görürsə ki, uşaqlarda yorğunluq, halsızlıq və yaxud diqqət dağılma, kimisi aynı pəncərədən çölə baxır, kimisi çantasında bir qələm oynadır. Bunları aradan qaldırmaq üçün ilk dəqiqələrdə nəfəs məşqləri, diqqət məşqləri etməlidir, oyun əsaslı 3-5 dəqiqə. Sonra artıq uşaqların diqqətini özünə cəm etdikdən sonra dərsə keçməlidir. Və diferensial tədris. Diferensial tədris nədir? Biz bilirik ki, hər bir şagirdin özünə xas temperamenti, özünə xas öyrənmə tempi, öyrənmə tərzi var. Müəllim bunları bilərək proqramı, strukturu elə qurmalıdır ki, bütün şagirdlərə uyğun olsun. Addım-addım modeli var ki, bu 4 mərhələdən ibarətdir. Bu mərhələlər nədir? Birinci mərhələ diaqnostikadır. Diaqnostikada müəllim şagirdi tanıyır. Yəni, sinifdə hər bayaq dediyimiz kimi temperamentləri fərqli-fərqli uşaqlar, dərs öyrənmə tərzləri fərqli-fərqli olan uşaqlar var. Bunların bir qismi vizual, bir qismi audial, bir qismi isə kinestetik tərzdə öyrənir. Bunlar nə deməkdir? Adından məlum olduğu kimi. Tutalım, ən sadə bir mövzu seçək, ətraf aləmlə tanışlıq və bitkilərdən söhbət gedir. Müəllim şagirdə, vizual öyrənən şagirdlər, müəllimin sadəcə göstərdiyi şəkillərlə artıq o dərsi mənimsəyir. Əgər audial öyrənməyə xas olan uşaqlardırsa, müəllimin danışdığından, göstərdiyindən deyil, toxunduğundan deyil, sadəcə danışdığından artıq dərsi mənimsəyir. Amma bir topluluq var ki, bir neçə şagirdlər var ki, misal üçün, onlar kinestetik, yəni toxunaraq öyrənirlər. Onlar gözlə gördüklərini, qulaqları ilə eşitdikləri ilə deyil, misal toxunma özəlləri ilə torpağa bastırarkən, sulayarkən, yarpağa toxunarkən daha yaxşı öyrənir.
Buna görə də ikinci mərhələdə, məsələn, dediyi addım-addım modelinin 4 mərhələsi var. Birinci diaqnostika idi. İkinci mərhələ planlamadır. Planlama da nədir? Bayaq biz uşaqların artıq diaqnostika apardıq, öyrənmə tərzlərini bildik. Sinifdə hansı toplumun, hansı öyrənmə tempinə xas olan, tərzinə xas olan uşaqların daha çox olduğunu bildiyimizə görə planımızı elə qururuq ki, sinifdə həmin şagirdlərin hər birinə o dərs uyğun gəlsin, dərsin izahı qavranılacaq dərəcədə asan və sadə olsun. Üçüncü tətbiqdir. Tətbiqdə nədir? Emosional, psixoloji prizmadan düzəlişlər edilir, interaktiv oyunlar tətbiq olunur. Uşaqlar o interaktiv oyunlarla, bayaq da səsləndirdim ki, şagirdlərin son dövrlərdə 80%-nin oyun əsasında keçirilən dərslər daha maraqlı gəlir. Və interaktiv oyunlarda həm uşaqlar dincəlir, dərsdə yüklənmir, aşırı bilgi yüklənməsi olmur, nəzəriyyə oxu, sadəcə bundan ibarət olmur. İnteraktiv oyunlarda uşaqlar əylənərək, gülərək öyrənirlər. Müəllim də planını məhz bütün sinifi əhatə edəcək dərəcədə quraşdırır. Üçüncü tətbiq nədir? Daha doğrusu elə danışdığımız tətbiq idi, yəni interaktiv oyunlarla tətbiq etmə. Dördüncü isə qiymətləndirmə və refleksiya. Qiymətləndirmə və refleksiya nədir? Şagirdlərlə əks əlaqəni düzgün şəkildə qurmaq. Yəni, o nə deməkdir? Bəzən müəllimlər yanaşır ki, hər bir müəllimin əlbəttə ki, düşüncəsinə böyük hörmətimiz var, amma psixoloji cəhətdən yanaşsaq, şagirdlərin fikrinə önəm vermək lazımdır. Şagirdlərlə əks əlaqənin toplanması nədir? Şagirdlərdə sorğu aparmaq. Uşaqlar, bugünkü dərsdən razı qaldınız? Hansı metod sizə daha yaxşı gələrdi? Sizin öz fikirləriniz varmı? Şagird də bəlkə elə bir fikir verəcək ki, gələn dəfə dərsə uyğun plan qurarkən həmin şagirdin o plandan istifadə etsəz, daha yaxşı nəticə əldə edə bilərsiniz. Danışdıqlarımızdan belə deyərik ki, yəni belə qərara gəlirik ki, psixologiyanın təhsilə inteqrasiyasında əsas rolu kimlər oynayır? Məktəbin psixoloqu və müəllimiyyəti. Yəni, onlar daimi bir-biri ilə əlaqədə olmalıdır. Müəllim sinifdə psixoloji cəhətdən hər hansı bir zəifliyi olan şagirdi psixoloqla öz aralarında danışmalıdır, bildirməlidir psixoloqa. Psixoloq həmin şagirdə xüsusi yanaşmalıdır. Valideynlə müəllim, psixoloq hər zaman əlaqədə olmalıdır. Əgər müəllim öz üzərində işləyərsə, psixoloji təlimlərdə, seminarlarda da tez-tez iştirak edərsə, əlbəttə ki, nəticə 85%-dən də daha artıq ola bilər. Bu qədər, yəni uzun bir məqalə hazırlamadım. Düşündüm ki, sorğu-sual əsasında olarsa daha yaxşı olar. Bəlkə hansısa bir müəllimənin və yaxud iştirakçının sualı varsa, sualınızı cavablayın. Bəli, Gülarə müəllim, təşəkkür edirəm. Aydın və qısa, lakonik izahınıza görə minnətdarım. Bu mövzu bildiyiniz kimi ümumi bir mövzudur, yəni hər hansı bir spesifik sahəyə uyğun deyil, aid deyil. Suallarınız varsa ünvanlaya bilərsiniz. Ümumiyyətlə sinif idarəsi və burada düzgün ünsiyyət yolları. Səsli və yazılı formada qeyd edə bilərsiniz. Mən də aşağıya chat hissəsinə baxıram. Axşamınız xeyir olsun, xoş gördük Vəfa xanım. Suallarınızı ünvanlaya bilərsiniz. Yay tətili olduğuna görə həm də mövzu daha çox sual-cavab formatı keçiriləcək bir mövzudur. Bəli, özüm də düşündüm ki, yay tətilidir, çox valideynlər artıq evdə uşaqlar da var, özümdə də olduğu üçün uzun bir mətn hazırlamadım. Həm də dedim suallar əsasında olsun ki, bəlkə kiminsə mənim danışdığım məqalədən əlavə sualı ola bilər. Bəli. Bəli, düşünürəm ki, həyatdan və öz siniflərindən nümunə gətirsələr və sual ünvanlasalar daha effektiv olar. Hər kəs üçün fərqli olur. Bəli, Lalə xanım. Praktik cəhətdən isə sizin fikirlərinizə hər zaman ehtiyac var. Çünki hər sinifin öz təcrübəsi olur. Hər bir şagird fərqlidir. Ona görə də ümumi danışmaq düzgün olmur, həm də effektiv olmur. Hər kəs öz şagirdinin, yəni şagirdə aid olan xüsusiyyətdən sual versə, daha maraqlı və düzgün keçər. Buyurun. Hətta mən belə deyim, öz işlədiyim uşaqlardan qısaca danışım. Bir şagirdlə işləyirdim, 2-ci sinif şagirdi idi. Valideyn müraciət etdi ki, birdən-birə uşaq məktəbə getmək istəmədi. Bayaq da mən təlim zamanı vurğuladım ki, sinifdə psixoloji emosional mühit düzgün qurulmayanda şagird məktəbə getmək istəmir, hər hansı bir
Müəyyən dərəcədə işlədikdən sonra seanslar nəticəsində aşkarlandı ki, sinifdə bir şagird həmin şagirdə tənqid edici fikirlər bildirib, təhlikdə təzyiqlər göstərib. Məhz buna görə də 2-ci sinif şagirdi idi, məktəbə getmək istəmir. Sonra müəllimlə əlaqəli söhbət etdikdən sonra, bir zamandan sonra müəllim dedi ki, hər şey yaxşıdır, artıq şagird sevə-sevə məktəbə gəlməyə davam edir. Bəli. Sualı oxudum. Bəzən həqiqətən bu şeylə çox qarşılaşırıq. Əstəğfurullah, yəni fikrimdən o demək deyil ki, məktəb psixoloqları barədə yanlış fikir deyirəm. Yox, bəzən olur ki, həqiqətən məktəb psixoloqları uşaqlara aqressiv yanaşır. Psixoloqun özü də şagirdə aqressiv yanaşır. Buna görə də şagird artıq necə deyim, psixoloqun yanına getdikdən sonra düzəlmək yerinə əksinə daha da mənfi olurlar. Bu da həmin məktəbin psixoloqunun asılıdır. Yəni düzgün tərzdə yanaşarsa, əlbəttə ki, bu kimi problem olmaz. Orada axıra kimi oxuyanmadım, ancaq deyəsən orada yazılmışdı ki, bugünkü nəsil telefona daha çox maraq göstərir. Burada əsas nə etməliyik, belə deyim də, başda da dedim ki, valideynlər, müəllimlər, məktəbin psixoloqları əlaqədə olmalıdır. Şagirdin əlində əlbəttə ki, 2-ci sinif, 3-cü sinif şagirdinin artıq əlində telefon var. Burada kimin üzərinə əsas məsuliyyət düşür? Valideynin. O yaşda şagirdə telefon vermək, hətta zamansız vermək, səhərdən axşama kimi düzgün deyil. Bu şəkildə şagird davranış pozuntusu formalaşır. Artıq heç kəslə ünsiyyət qurmaq istəmir, danışmaq istəmir, nə evin içindəkilərlə, nə məktəbdəkilərlə. Buna görə də o yaşda uşağa telefon verilməməlidir. Ümumiyyətlə, telefonu məktəbdə qadağa qoyulmalıdır. Məktəbdə telefon qadağa qoyularsa və şagirdlərin psixoloji cəhətdən öyrənilərsə, müəllim həmin şagird psixoloji cəhətdən tanıyır. Artıq bilir ki, bu şagirdi sinifə, məktəbə, dərsə necə cəlb edə bilər. Dediyim kimi, interaktiv oyunlar, həmin yaşlarına uyğun da, məsələn, aşağı sinifə uyğun, yuxarı sinifə uyğun oyunlar qurularsa, dərsə daha çox maraq yananar. Aha, buyurun, əlavə suallar varsa, deməli, siz bayaq hansı sualı oxudunuz? Sual vermişdi ki, telefon verilir uşağın əlinə. Sona qədər oxuyanmadım, sadəcə onu gördüm ki, telefon əlinə aşağıda deməli 3 nöqtəyə qeyd etdiyiniz zaman orada bütün hamısını geniş görə bilirsiniz. Baxın, 3 nöqtəyə daxil olun. Orada var. Gördünüz mü? Söylemeyi değil, bu təmkinə. Burada xanım yazıb ki, ev təmiz qalsın və bitir bununla hər şey. Adətən uşaq yesin, paltarı təmiz olsun. O qədər gözəl vurğuladı. Həqiqətən mən çox zaman valideynlərə təlimlər zamanı, sırf valideynlərin təlimi olanda bildirirəm ki, uşaq böyüyür. Ev kirli qalır, qalsın. Onsuz da o ev təmizlənəcək axır əvvəl. Amma sizin uşağınız böyüdükdə, onun psixologiyası alt-üst olduqda, psixologiyasında müəyyən problemlər yaşandıqda, o böyüdükdən sonra siz peşman olursunuz ki, evi təmizləməsəydim olardı, evladıma vaxt ayırmalıydım. Çox təəssüf ki, həqiqətən çox böyük kütlə valideyn bunu qəbul etmir, ev təmiz olsun, uşaq təmiz olsun, telefonu verin, mən biraz dincəlim. Anaları da anlayıram, dincəlmək istəyirlər. Hər bir qadın əlbəttə ki, özünə zaman ayırmalıdır, özünü dinləməlidir. Amma bunu övladına da bax, özümüzdən götürək, bəlkə də mövzudan kənar olacaq. Amma həyat yoldaşımız evə gələrkən bizə zaman ayırmırsa, bizi görmürsə, etdiyimiz hər hansı bir yaxşı bir işi qiymətləndirmirsə, çox pis oluruq.
eyni zamanda eyni hərəkəti biz də evladımıza edirik. Yəni uşaq bizə yaxınlaşır, bizdən nəsə tələb edir və yaxud bizlə zaman keçirmək istəyir. Get buradan, mənim vaxtım yoxdur, mən sənə vaxt ayırmağa vaxtım yoxdur və yaxud sonra deyərək uşağı başından edir valideyn. Bu da nəticədə psixoloji ləngimələrə, özünə qapanmalara, bu kimi hadisələri gətirib çıxardır. Bunu çox dərin mövzuda əslində, həqiqətən çox gözəl bir mövzuya toxundunuz. Hər dəfə deyilən 5 yaşdan başlayaraq müəllimlər özləri sınaqlar, tapşırıqlar göndərərək şagirdləri telefona cəlb edirlər. Bəli, çox təəssüf ki, həqiqətən əksər müəllimələr bu dəqiqə telefonla tapşırıq verir. Telefonda bunu dinləsin, telefonda bunu oxusun. Xeyr, telefonla etmək yerinə əyani vasitələrdən istifadə edərək tapşırıq verilsə, məsələn, sadə bir şey, tam motorikasını, 5 yaşlı uşağın motorikasını inkişaf elətdirirsən və yaxud göz yaddaşını inkişaf elətdirməyə çalışırsan, lobiyadan, noxuddan və yaxud evimizdə olan hər hansı bir çox məbləğ tutmayan, vəsait tutmayan bir əşyadan istifadə edərək oyunlar qurub valideynə də bildirmək olar ki, bu şəkildə yanaşarıqsa, uşaq telefondan uzaqlaşar. Uşağı az yaşında olanda telefondan uzaqlaşdırmaq daha asandır, nəinki 10 yaşında, 15 yaşında. Suallarınız varsa buyurun. Deməli, Günər müəllim, deməli burada 2 dənə sual qeyd olunmuşdu. Biri Lalə xanımın sualı idi. Lalə xanımın qabaqda bir sual var idi, Vəfa xanımın sualı idi. Agresif, o məktəb psixoloqunu sevdilər, agresif olur sual edirsiniz. Bəli, onu bayaq cavablandırdım. O həqiqət, o məktəb psixoloqundan asılıdır. Çünki bəzən məktəb psixoloqları, necə deyim, çox üzr istəyirəm, həqiqətən tənqidi fikir olaraq bildirmirəm. Sadəcə bəzi psixoloqlar öz vəzifəsini sevmədən, sadəcə məktəbə gedim, vaxtım keçsin, evə qayıdım düşüncəsindən həqiqətən yanaşırlar. Çox təəssüf ki, bu da şagirdlərdə artıq o psixoloqa qarşı maraq, o məktəbdə öz problemimi həll edim kimi düşüncəsi olmur. Çünki artıq psixoloqun yanına getmək istəmir o şagird. Düşünürəm ki, onsuz da elə müəllimlər də var ki, öz peşəsini sevmir, sadəcə maaş və yaxud da iş naminə gedim, gəlim kimisindən düşünür. Amma həqiqətən sadəcə maddiyyat baxımından işə yanaşarıqsa, heç bir nəticə əldə edə bilmirik. İstər psixoloq, istər loqot. O şagirdə bəzən çox təəssüf ki, istər elə öz vəzifəmdən danışmıram, müəllimlikdən yox, bəzi psixoloqlar şagirdə pasiyent kimi, o şagirddən işlədiyim problemi aradan qaldırım, valideyni sevindirim düşüncəsindən deyil, bu şagird gəlsin, mən maddi cəhətdən pul qazanım deyə düşünür, çox təəssüf. Bu da nəticə əldə etməyi çox az çətinləşdirir də, belə deyim. Bəli, elə valideynlər də var ki, həqiqi mənada analığı və valideynliyi sevmir. Əslində onun tam şüur altısına düşdüyümüz zaman, endiyimiz zaman, yəni hər uzaqdan görünəni əsl mənada valideynliyi yoxdur, analığı sevir deyə bilmərik. O səbəbdən çoxu elə nəsə ona bir məşğuliyyət tapır və o məşğuliyyətin ona həqiqətən ziyanlı olub olmadığını düşünmür. Başından edir ki, zaman keçsin. Başqasının düşüncəsini də qəbul etmək istəmir. Yəni kənardan məsləhəti qəbul etmək istəmir ki, bəlkə həqiqətən bu vəzifənin sahibidir, bəlkə bilir, bəlkə verdiyi məsləhət daha yaxşı olar deyə düşünmür. Çünki niyə özünün rahatlığını əsas mərkəzdə görür və övladını yük kimi görən valideynlər var, həqiqətən çox təəssüf ki. Bəli, çox valideynlər də yaşım böyükdür, mən onun anasıyam, ən yaxşısını mən bilərəm, kənarda sadəcə elmi cəhətdən yanaşır, onun üçün yaxşısını mən seçərəm deyərək özünü öyrənməyə bağlayır, qapadır. Beləliklə də uşaq üçün düzgün olanı seçə bilmir. Təəssüf ki, bəzən analardan əlavə, belə deyərdim, çünki qarşılaşmışam çox sayda valideyn, yəni ana müraciət edib ki, evladımı gətirmək istəyirəm, narahat olduğum məqamları var, nitqində qüsurlar hiss edirəm kimi müraciət edib. Amma 2 gündən sonra həmin ana zəng edib ki, atası və nənəsi icazə vermədi, düşündülər ki, hələ ki yaşı tezdir, öz-özünə keçəcək, düzələcək, bu kimi halla qarşılaşırıq. Üstündən 5-10 il keçəndən sonra çox təəssüf ki, həmin uşağı artıq 10 yaşında, 12 yaşında gətirirlər ki, bəs mən uşağımı düzəlt, üzr istəyirəm, düzəlt deyəndə də adam
çox qəribə bir təəssürat yaranır ki, düzəlt nədir? O uşaqdır. Onun vaxtında o problemi görüb üstünə düşmürsünüzsə, 10 yaşında artıq belə deyək də, bəlkə də hər zaman qarşılaşdığımız bir misal olacaq. Plastilin quruduqdan sonra o plastilinlə necə etmək olmur. Bəli, mən həmişə deyirəm ki, bir insan üçün öyrənməyin ən düzgün vaxtı uşaq vaxtıdır. O ki, ibtidai dövrdəyim. Ondan qabaq da sözün düzü, məsələn, 3 yaşından ingilis dili öyrənsin, nə bilim, 2 yaşından artıq bağçaya getsin, rus dilində saysın. Bunların hamısı mənə görə yanlışdır. Elə uşaqlar var ki, bəli, çox çevikdir. Yəni, baxırsan ki, aylar çetir başlayıb yeriyir test formada. Amma yenə də uşağın inkişaf dövrü var. Bunu çox yükləmək və vaxtından tez, o bu demək deyil, onun gələcəyi parlaq olacaq. Bəlkə 4 yaşında uşaq ingilisini öyrənmək istəmir. Amma indi uşaqlar adətən nədən irəli gəlir? Bəli. Sözünüzü kəsirəm, üzr istəyirəm. Adətən nədən irəli gəlir? Valideynlərin bir-birindən bəhsə girməsi. Qonşu, qohum bir-birindən bəhsə. Onun uşağı mən öyrənməmişəm, o öyrənsin. Mən etməmişəm, müsaid olsun. Bəlkə o istəmir. Bəli. Öz arzularını, əsasən də analarda bunu müşahidə etmişəm ki, mən həkim olmaq istəyirdim. Mən olanmadım, mənim evladım həkim olmalıdır. Axı sənin evladın həkim olmaq istəmir. Bu şəkildə şuuraltısını sanki mən yaşamamışam, o mənim istədiyimi yaşamalıdır kimi övladını yönləndirir. Bəli, mən də sizə qatılıram. İbtidai dövrdə ən yaxşı öyrənim vaxtıdır və onu həmin anlarda bir çox hobilərlə, bir çox məşğuliyyətlərlə başına qatmaq mümkündür. Ondan əvvəl isə mütləq tərbiyəsinə zaman ayırmaq lazımdır. İndi artıq nə qədər tez əslində onun şəxsi inkişafına yox, tərbiyəsinə nə qədər tez başlasan, bir o qədər yaxşı olar. Nəinki tərbiyəni qoyub kənara, onun şəxsi inkişafına vaxt ayırırsan, bu gələcək üçün böyük bir əziyyətdir deyə bilərəm. Bir də onu vurğulamaq istəyirəm. Məsələn, deyirik ki, uşaqlara əsla, məsələn, artıq əlinə verib telefon oynatması olmaz, ona texnologiyadan uzaqlaşdırmaq kimi gəlir. Çünki indiki dövrdə mümkün deyil ki, uşaq telefon görməsin. Yəni, ana nə qədər işi ilə məşğul olsa da, mütləq telefon görür və ona maraqlı gəlir. Bunun ən düzgün versiyasını, uşaq üçün ən ziyansız və ən düzgün versiyasını onun üçün yaratmalıyıq. Yoxsa mən qətiyyən evladıma telefon vermərəm, bəlkə də vermərəm. Heç kimin təli haqqına girməyim, amma bu bir o qədər uşağı yeni nəsildən, müasir texnologiyadan uzaq tutmaqdır. Öz yaşıtlarından biraz geri sala bilər. Ona görə ən düzgün formada necə yanaşmaq lazımdır. Bunu da elə əsl mənada bu işi bilənlərdən, mütəxəssislərdən öyrənmək lazımdır deyə düşünürəm. Bayaq mən dedim müsbət qiymətləndirmə təlimdə. Müsbət qiymətləndirmədə məsələn valideynlərə mən bəzən məsləhət görürəm nə? Telefondan əlbəttə ki, uşağı tamamilə uzaqlaşdırmaq həm düzgün olmaz, həm də mümkün deyil. Müsbət qiymətləndirmədə uşaqda məsələn müəyyən şərtlər qoyulur. Biri mənim özüm. Mən evladıma deyirəm ki, bu həftə dərslərində müvəffəqiyyətin çox olsa, həftə sonu sənə bu qədər vaxtda telefon verəcək. Və yaxud bugün müəyyən bir hər hansı bir tapşırıqdır, hər hansı bir hadisədir, hansı ki bunu etməlidir də uşaq. Uşağa şərt qoyulur, müsbət qiymətləndirmə kimi. Cəzalandırma yox, mükafatlandırma üsulu kimi də. Yəni, sən bunu edərsənsə, mən sənə telefon verəcəm. Amma onun da müəyyən əlbəttə ki, yoxlanış, uşaq nəyə baxır, hansı cizgi filmlərinə və yaxud hansı videolara baxır, bunu bilmədən uşağın əlinə telefon verim, elə vaxt keçirsin demək də düzgün olmaz. Evdəki uşaqlara rəssamlıq kursuna göndərmişəm. Bir aylıq ev batır deyə boyaya qadağı qoyduqca heç nə öyrənmədilər. Lakin tam sərbəst qoyub hər tərəfimiz boya olandan sonra həvəslə portretlər hazırlayıblar. Həqiqətən elədir. Uşaqda mən özümdə də baş verir bu hadisə. Məsələn, mənim qızımın da rəsmə böyük həvəsi var. Eyni zamanda qardaşım qızının da rəsmə böyük həvəsi var. Qardaşım qızı gildə, belə deyim də, evdə hər şeyə qadağalar var. Divar boyu olacaq, stol boyu olacaq, süfrə batacaq, bu kimi hallar. Amma bizdə qızımla müəyyən bir məkan düzəltmişik ki, bura sənindir. Yəni, burada boyalardan istifadə edə bilərsən.
həqiqətən də çox gözəl nəticələr əldə edirik. Çünki istədiyi kimi rəsm çəkir, heç nədən qorxmur. Ay bura batdı, mənə qışqırarlar, məni cəzalandırarlar düşüncəsi olmadığına görə sırf getdiyi həmin məşğuliyyətə daha çox zaman ayırır, fikrini daha çox verir. Bəli, sizin fikirlərinizə qatılıram. Başqa sual olanlar varsa yazılı və səsli formada bildirə bilər. Onun görə düşünürəm ki, elə bir dövrdür ki, ana istədiyi müddətcə hər bir şeyi onlayn formada araşdırıb, onu uşağında yerinə yetirə bilər, tətbiq edə bilər. Yəni, kimsə baxmadı, kimsə işində peşəkar deyil. Bəli, əslində mütəxəssislər böyük rol oynayır. Amma %70% düşünürəm ki, araşdırıb evdən sən hər bir şeyi, çünki indi xarici ədəbiyyata da baxmaq mümkündür, YouTube-dan xaricilərin belə videolarına da baxmaq mümkündür. Əgər həqiqətən zaman ayırsan və həqiqətən istəsən, bunu edə bilərsən. Hətta belə deyək, bu valideyn uşaqla edirsə bir yerdə, uşaqda daha çox böyük maraq yaranır. Məsələn, hər hansı bir video tapır, müəyyən ləvazimatlar verir, uşağa deyirik ki, əl işi düzəlt, bax düzəlt. Uşaq onu edir, əlbəttə ki, həvəsi varsa edir. Amma onu valideynlə edəndə daha gözəl nəticə əldə edir və uşaq daha xoşbəxt olur. Bəli. Və bir çox hobilər var, bir çox fəaliyyətlər var ki, siz onu övladınızla edə bilərsiniz deyə düşünürəm. Bəli, sual olanlar yoxdursa, çox vaxtınızı almayaq. Düşünürəm ki, biraz sakitlikdir, amma ümid edirəm faydalı təlim oldu. Növbəti təlimlərdən yararlanmaq üçün elə mənim statusumu izləməyiniz kifayətdir. Növbəti təlimimiz 17 avqust tarixində başlayacaq və bu təlimləri sertifikat əldə etmək üçün mənə yaza bilərsiniz. Hələ də endirimli yerlərdə mövcuddur, hələ ki dolmayıb. Təşəkkür edirəm Günlər xanım, bu bizim sizə ilk təlimimiz idi. Əməkdaşlığımız daim olsun. Ümid edirəm ki, bizim bu sakit və gözəl müəllimlərimizin fəaliyyətini bəyəndiniz. İnşallah təlimlərimiz daha çox olmuş olar. Mən də hər kəsə təşəkkür edirəm ki, vaxtını ayırdı. Həqiqətən özüm də ona görə qısa etdim ki, heç kəsin vaxtını çox almayayım. Çox təşəkkür hər birinizə. Bəli, mən də üzvlərimə təşəkkür edirəm. İnşallah sizi 17-si təlimə gözləyirəm. Gecəniz xeyrə qalsın. Xeyrə qarşı.